Salamlar, necəsiz? Bugün çayımı da götürdüm və gəldim sizinlə söhbət eləməyə. Bugünkü mövzum sizinlə hiperməsuliyyətdir. Gəlin baxaq görək ümumiyyətlə hiperməsuliyyət nə deməkdir? Hiperməsuliyyət o deməkdir ki, mən öz məsuliyyətimdən əlavə ətrafımdakı hər kəsin məsuliyyətini götürürəm və onları kontrol etmək istəyirəm və gələcəyimi kontrol etmək istəyirəm. Əgər sizdə gələcəyinizi kontrol etmək, qarşıdakı insanın davranışlarını, düşüncəsini kontrol etmək kimi bir düşüncə varsa, istək varsa, bilin ki, siz hiperməsuliyyətə sahibsiniz. Hiperməsuliyyət nə deməkdir? Yəni mən ailə üzvlərimdən, anamın, atamın, belə deyək, və yaxud da ki, bacı və ya qardaşımın, və yaxud da ki, partnyorumun, və yaxud da ki, fərqi yoxdur, iş yoldaşlarımın və yaxud da işlə bağlı olan məsələlərdə, ətrafımdakı dostluq, tanışlıq fərqi yoxdur. Hansısa bir insanın görəcəyi işi, düşünəcəyi fikri və hissləri ilə bağlı nəyinsə məsuliyyətini özlərimə götürürəm. Sanki onlar özləri tək bunu edə bilməz, sanki onlar nəyisə tək həll edə bilməz, onlar nəyisə tək məsuliyyətini ala bilməz. Mən onların yerinə məsuliyyət götürürəm, mən onların yerinə düşünürəm, mən onları kontrol edirəm və kimisə səhv etməyə sanki haqqı yoxdur. Mən ondan bu cür davranış gözləyirdim, əgər o bu cür etmədisə, deməli bu cürdür. Mən onun bu cür düşünməsini gözləyirdim, amma bu cür etmədisə, deməli bu cürdür, deyə təşviş, anksiyete, nəticədə qayğı pozuntusu və belə olduğu halda siz getdikcə panik atak vəziyyətinə qədər gedib çıxa bilirsiniz. Yəni, başqasının yerinə qərar vermək, başqasının yerinə düşünmək, başqasının hisslərinin belə deyək, təxmin etmək, başqalarının yerinə addım atmaq, başqalarını idarə etmək, başqalarına fikirlər demək, yəni sanki mən nə deyirəmsə o olsun tipində yanaşırsınızsa, hiperməsuliyyət, yəni mən sənin edəcəyin işləri üstələnmişəm. Məsələn, ata, mən sənin kişi obrazını üstələnmişəm, sənin anava vermədiyi qayğını, diqqəti, ailəyə gətirə bilmədiyin pulu mən edirəm. Amma ata obrazımı üstələnərək. Amma özüm də başa düşə bilmirəm ki, mən özüm kişi obrazına keçmişəm. İkinci əsas növbə, məsələn, ana, sən mənim, deyək ki, ailəmizə sevgi verə bilməmişsən, mən evin anasıyam. Ona görə mən atama qarşı onun xanımı kimiyəm, qardaşıma qarşı sanki onun anası kimiyəm. Yəni, burada artıq məsuliyyətlər, belə deyək ki, ailə daxili bölgü məsələləri də dəyişmiş olur. Və yaxud da partnyor münasibətində oğlana deyirsən ki, tutalım ki, mən gül istəyirəm, sırğa istəyirəm, qızıl istəyirəm. Hansı ki, məsələn, deyək ki, o da bunu almaq istəyir, amma sən çox idarə edirsən, filan yerdən al, filan şeydə al, bu cür olsun, belə olsun və s. Və belə olan halda nə baş verir? Belə olan halda qarşıdakı insan səndən avtomatik olaraq soyuyur və kontrol edildiyini hiss edir. Xüsusən də kontrolcu valideynlə böyümüş şəxsdirsə, istər-istəməz sənin araya məsafə qoymuş olur və yaxud da ki, sən aşırı məsuliyyət götürərək özünü yükləmiş olursan və belə təqdir olanda nə baş verir? Belə təqdir olduqda sən artıq dözülməz bir həddə çatırsan, emosiyaların qarışır, özün olduğun kimi ifadə edə bilmirsən, davamlı təşvişlisən, davamlı həyəcanlısan, davamlı nədənsə narazısan, davamlı başqalarından gözləntilisən, hər kəs sanki sənin dediyin kimi olmalıdır, hər kəs sanki sənin düşündüyün kimi olmalıdır. İnsanlar neysə səhv edir, insanlar neysə görmür, mən onun yerinə olsam belə eləyərdim, mən bu cür eləyərdim deyə. Bəs hiperməsuliyyət nədən yaranır? Uşaq vaxtı böyüdüyünüz ailədə böyük obrazlarını, yəni avtoritar fiqurları öz vəzifələrini, yəni məsuliyyətlərini yetəri qədər yetişkin versiyada idarə edə bilməyib və hardasa bir boşluq buraxıb ki, uşaq versiyanın bu məsuliyyətləri götürərək sanki ailəmi mən xilas edəcəm, mən yaxşı uşaq olacam, mən atamın etmədiyini etsəm, anam sevinəcək, anamın etmədiyini etsəm, atam sevinəcək, qardaşım belə etsə, bacım belə etsə, mən bu cür etsəm, bu cür sanki nəysə düzəltmə pozisiyasında olmusunuz deyə. Ona görə siz bunu üstələnmisiniz və sahiblənmisiniz, nəticə etibarilə gəlmisiniz indiki münasibətinizdə ya bunu görürsünüz, ya da ki, hansısa təşvişdə, panik atakdan, anksiyetədə, həyatınızdan nələrisə düzgün getmədiyinə şikayətlənərək, kontrolçu olduğunuzu hiss edərək bunun fərqinə varmısınız. Bəs hiperməsuliyyətdən necə çıxa bilər? Gəlin bunu aydınlaşdıraq. Hiperməsuliyyətdən çıxış yolunun ən sadə və ən rahat yolu götürdüyün məsuliyyətin kimə məxsus olduğunu özünə sorğula. Mən bu işi görürəm və yaxud mən bunu düşünürəm. Bu kimə aid bir işdir? Özünü sorğulama mərhələsi. İkinci etapda mən hiperməsuliyyəti nə vaxt sanki üstələndim, nə vaxt bir boşluq idi ki, mən bunu özümə götürdüm. Üçüncü, mən hiperməsuliyyəti bölüşdürməyi bacarmalıyam. Məsələn, mənə aid olan və mənə aid olmayan, mənim kontrolumda olan və mənim kontrolumda olmayan şeylər var.
Bunları hər kəsə özünə verməliyəm. Bunu dəftər götürüb vərəqi ortadan 2 hissəyə bölüb yaza bilərsən. Məsələn, mənim kontrolumda olanlar və mənim kontrolumda olmayanlar şəklində yazaraq dəftərində bölə bilərsən və sənin kontrolunda, yəni idarə edə biləcəyin səviyyədə olan şeylərin məsuliyyətini götürə bilərsən. Digər hissələri isə, aha, bunlar mənim idarəmdə olan şeylər deyil, atıma aiddir, o istəsə eləsin, istəməsə eləməsin, qardaşıma aiddir və s. Əgər bu etaplarda da çətinlik çəkirsinizsə, yəni qısa bir teolar verdim, səni dəvət edirəm tamamilə ödənişsiz Telegram kanalıma abunə olmağa. Hansı ki, mən burada sizinlə bir yerdə çoxlu maraqlı videolar, podkastlar, ödənişsiz vebinarlar paylaşıram və düşünürəm ki, ödənişsiz şəkildə də olsa fayda götürə biləcəksən. Eyni zamanda öz üzərində işləmək istəsən, sənin üçün mini proqramlarım da var ki, bunun haqqında Telegram kanalıma abunə olaraq daha yaxından tanış ola bilərsən. Video səndə fərqindəlik yaratdısa və maraqlı bir baxış açısı formalaşdırdısa, rəy yazmağı və bəyənməyi unutma. Dostlarınla bölüşsən, daha çox sevinmiş olaram. Təşəkkür edirəm.